Gülnigar 1974-cü ildə kimə şeir yazıb? Sizə xəbərim var, xəbərim. O şəxs studiyada olacaq. Gülnigar xanım, sizə də gələn məktubla heç maraqlanmırsınız. Mən polisə verəcəm. Şok. Bundan sonra bilmirəm necə olacaq. Birazdan səni axtarıram da. Zöhrəyə sahib çıxan 4 nəfər. Anıya görə gəlmişim. Ona sahib çıxmaq. Bəli. Gücüm yetənə qədər baxacağım. Nur üzlü nənədir. Kim götürməz? Hər kəs götürür. Qızı ilə tamamilə əlaqəni kəssin, bizdə qalsın, mən bu adamın quyruğunda durum, qayğısında durum. O kimi seçəcək? Mən sizin yerinizə olsaydım, o anasını itirən Sehranı seçərdi. O mənim nəvəm yaşdadır. Çünki o qorxmuşam o günlərdən, o yaşlardan. Birazdan səni axtarıram da. 25 yaşındaykən ögey bacısı olduğunu öyrəndi. Dedim ki, ata bəlkə mən çıxım, axtarım, tapım sənin qızını, ağladı. Atası ölüm yatağındaykən bacını tap dedi. Və sona deyə getdi, baxırdı qapıya qalırdı, gözüm qapıda qalırdı. Qanları donduran həyat hekayəsi. Yatağa düşəndən sonra hər sözünü, sirrini mənə deyirdi. Atasız qızın başına gətirilən müsibət. Atam getmədi arxasıca, inanmadı. İki bacı üz-üzə gələcəkmi? Bu yaşdan sonra mənə qabullıq eləməz. Birazdan səni axtarıram da. Salam, xoş gördük əziz tamaşaçılar. Hər kəsi salamlayıram. Dünən yəqin ki, izlədiniz Zöhrə ananı. Yəni, həqiqətən də bu mənim üçün dünyanın sonu idi ki, qız öz anasına sahib çıxmır, övladlar öz anaya sahib çıxmır, öz anasına sahib çıxmır, nəvə öz nənəsindən imtina edir. Yəni, mənə görə dünyanın sonudur. Və düzdür, dünən Əli Osman bəy burada, tək Əli Osman bəy yox, nənə üçün çox Sabirabaddan belə gələnlər oldu. Dünyanın hər tərəfindən bizə zəng eləyənlər oldu, bilirsiniz. Və studiyaya gələnlərimiz də oldu, amma nənə Əli Osman bəyi seçdi. Əli Osman bəy də onu evimə aparacam dedi. Ancaq dünən bu efirdən sonra bir hadisə baş veribdi. Verilişdən sonra nənə, yəni təbii ki, Əli Osman bəy evə aparmadı həmən günü, çünki ananın dərmanları falan var idi, bu dərmanlar götürülməli idi. Bir də bütün həkim müayinələrindən keçirməli idilər. Sonra da götürəcəkdi. Ancaq nənə efirdən çıxandan sonra burada hadisələr baş verib. Bir şəxs nənəyə yaxınlaşıb, yəni mən hələlik heç nə danışmıram, çünki bunların hamısı fakt və sübut olaraq mən deyəcəm. Nənənin yəni başına gələnləri özünüz biləcəksiniz. Ancaq bilirsiniz, mən düşünürəm ki, bu günləri əgər biz anadan, atadan aliment alırıq. Düzdürmü? Yaxşı, mən əgər valideynimə baxmıramsa, mən niyə valideynimə aliment verməyim? Düz deyil, hörmətli vəkilimiz. İndi o Zöhrə nənə harada qalacaq, necə olacaq mən bilmirəm. Mən fikirləşirəm ki, onun qızından, oğlunu demirəm, oğlunun xəstəliyi var. Qızından aliment alınsın. Tamamilə qanunidir. Yanaşma tamamilə qanunidir və köməksiz vəziyyətdə olan valideynləri saxlamaq övladların borcudur. İndiki halda köməksizdir və başqa şəxs onu saxlayırsa, o aliment o hesaba getməlidir. Yəni, nənənin hesabına geçsin. Təbii ki, onu kim götürək, kimi seçəcəksə bilmirəm. Dövlətdədirsə dövlətin hesabına keçsin. Nənə bir yerdədirsə nənəyə keçsin. Yəni, amma o qızdan o aliment alınmalıdır. O zaman ataya, anaya da, yəni, belə deyək, o mənəvi tərəfləri qoyuram kənara, amma əminəm ki, pula görə onlar baxacaqdılar. Pula görə %100 baxacaqdılar. Zöhrə ana gəldi mi, qızlar? Gəlsin, daxil olsun.
Daxil olun Zöhrə ana, yardım edin qadına. Gəl, gəl, gəl. Ay, Gəlib arvada baxın. nə qəşəng geyindiribdilər. Əl Osman bəy bugün aparıb geyimlər aldırtdırıb, qızları, işçiləri gəlib aparıbdılar. Ayağındakı ayaqqabını siz günlərdir izləyirdiniz. Özü də o qədər qürurlu qadındı, istəmirəm demişdi. Amma orada nə gözəl olmusan, ay Zöhrə ana. Çox gözəl olmusan. Can. Ya estağfurullah. Qadın. Allah köməyin olsun. Birinci səfədir belə səni geyindirdilər, keçindirsilər. Hə. Canın sağ olsun. Eşinə qurbanım. Əl Osman müəllimin də, doktorun da Allah canına sağlıq versin. Bugün müayinələrdən keçdilər Keçdi, hər şey keçdi. Hə, indi hələ cavab yoxdur. Hə. Bilmirəm. Hə. Yaxşı Var, qadın. hə, var. Şahin verir, hə. Hə, indi sərdidir orada özüm lazım olsa açıqlayaram. Hə. Məni sevindirdi, Allah səni sevindirsin. O Əl Osman doktoru sevindirsin. Utanmıram indi. Oturanda utanırdım xoş Niyə? gələm. Ayaqlarım. Hə, ayaqqabılarına görə. Hə, utanırdım. Bilmirdim. Niyə nə- utanırsan ki? Anacığım? Nə bilim, utanırdım. Bir insanın ayaqqabısı köhnə də ola bilər, paltarı köhnə də Düzdür. ola Ancaq bilər. qeyrət lazımdır. Onun Qadın abrı, həyası, namusu, vicdanı, qurban olum. mənəviyyatı yerindədirsə, o köhnə ayaqqabılar Atana, anana rəhmət eləsin. O üç balanı başa kimləsən. Yoldaşınla səni xoşbəxt elə. Sənin üstünə pənah gətirmiş. Məni bax bu öz əllərinlə, incə əllərinlə ver. Heç kimə vermə. Mən kim nə deyir desin. dünənləri oturun orada zəhmət olmasın. Ayşat yardım elə. Qoy burada otursun, mən o tərəfə tez. Açatmanı o tərəfə qoy burada yerə qoy. Hə. Dünənləri bu efirdən çıxmısan, nələrsə baş verib. Belə baş verib. Dünən buradan çıxdıq, biz axırda getdik, yemək qoyduq, aparırdıq. Birdən kimsə belə keçdik qapıdan, buradan Aha. getdik. Dedi Zöhrə, özümə nasıl olmadı. Elə bildin, burada oturanlar, toz sanışdı. Hə. Sonra gördüm, yox, bir dəst gəldi, belə kişi. Belə diqqətlə qaranlıqda da gözüm opresor, görmürəm də zorla. Dedi ki, gəl maşına otur, məni belə dartdı. Aa, Hə, gəl maşına otur. Tanımadım mən. Birdən baxdım ki, ana bir Rövşən, anadan olan ayrı, analıqdan olan. Gəl maşına. ata bir ana ayrı. Hə, gəl maşına otur. Gördü ki, xoş qədəm xanım da məni əllər. Sən hardaydın? Mən o xəstə yatıb banisədə qonşular gəlib. Mağar qurub. Gəlib hamısın qardaş kimi, qonşu kimi. Sən hardaydın? Telefonu zəng elirdi maşın. İndi heç o nə qadın, indi qorxuram. Dünən bu gecə yatmamışam, xoş qədəm xanım. Ondan niyə qorxursan? Birdən qəflətən məni tutdu da. Dedim, mən tanımadığım yerdir, bu nə idi? Nə səs tanış gəlmədi Bu amma. qərəbəylik deyil ki, səni Hə. tutsun, aparsın. İndi qurban olum. Məni buradan Onun gedəndə adı belə nədir? Ruşan. Rövşən. Hə, o Ruşan sizdə ekspert kimi bir 3 il bundan qabaq olubdu. Boy. Fəlsəfə doktorudur, am deyirdi. Ay Öyle. Şahin. Hə. Bir bax görüm Şahin, bir bax görüm o kimdir tez. Aynı sanını bilmirəm. Ancaq elə olubdu. Kimdir o? Bir İndi yeyə çıxmaq istəyir, o da məni... Yo, o deyil. Bir də Şahin mənə də görüm kimdir o. Amma indi əgər bura gəlibsə mən inanıram ki, o yaxşı adam olubdur ki, mən bura xahiş edirəm Elmir bəy. Niyə pis baxır ki bu qadın? Elmir bəy bircə dəqiqə. O bura gəlibsə, deməli yaxşı adam olubdur ki, bura dəvət olunubdur. Bəlkə indi ola bilər aramayıb. İndi bu günləri sənin öz doğma qızın, mənim gözəl anam, səni qapının arxasında qoyubdu. Ata bir, ana ayrı bir qardaşın gəlib sənə baxıb, baxmaması düzdür, yadlar sahib çıxırsa ona baxarlar. Amma indi hamının öz dərdi, öz planları, öz ağırlıqları var. Gəl bunu da danışaq. Gəl bunu da danışaq, inciməyək kimsədən. Amma əgər mən görsəm ki, o bura gəlib, sizə sahib çıxmaq istəyibdir, mən onu alqışlayaram və çox istəyərəm də ki,
o, yəni gəlsin bura studiyaya, mən dəstək də verərəm sizə. Onun keçən niş ili bu gözüm operasiya eləndə anası Sunca sağlı uzun geydi. Operasiya olmuşdu. Hə. Hə. O mən gözümdən operasiya olmuşdu. O da institutu idi. Gətiriblər balnisə deyir, gəldilər iki bacı ikisi, hələ qızları da. Məni aynadan 16 mərtəbədən tollayırdılar. Onun bacıları. İndi o Rövşən neyləsin ona? Bir öydə bacıdır da. Biraz da elə bil ki, öz uydurmalarda yer alır. Yox, yəni, Allaha bu and qədəri olsun. ola bilməz. Allaha and olsun Ya siz uydurmuram. dediyiniz adamlar insanlıqdan çıxmış adamlardır. Dediyiniz kimidirsə. Hə. Ya da indi yaşla əlaqədar ola bilər, Yox. biraz çətinliklər görmüsünüz falan, biraz da elə bil uydurmalar da var işin içərisində. Qurban olum əzizim, yalan demirəm. Mən yaşıma Mən sizə yaraşmaz. yalan deyirsiniz demirəm. Aynadan məni tulluyurdu ki, sən gəldin, mənim anam ona görə belə oldu. O da dağdaydı. Allah sən. Hə, iki bacı ikisi də məni öldürürdülər. Ələbə gəl, hələ o bacının. Mən belə deyək, Oraya sizi getmə, gördüyüm 10 dəqiqədir. Mən demirəm ha, yəni nurani bir xanımsınız falan, amma mən elə gəlir ki, siz 10 göründüyünüz gün qədər qalıb, orada 10 günə sakit, yaxın fağır, qalmışam. dilsiz, ağızsız bir ana deyilsiniz. Bir balacada yüngülvari Yox, belə vallahi. arada bir Uşaqla uşaq Dəqiq olmuşam, qayıtmaqlar da böyüklə var. böyük, özümü tərifləmirəm. bildim də elə bax o pisi Yox. də uşaqla. Sana elə gəlir. Yəni Dünənki qızının danışığından sonra mən başa düşdüm ki, qızı anaya bu cür rəftar eləyirsə, qohum əqrəbələr də onun ötəsində bir rəftar eləyə bilər. Qaldı ki, 67 yaşında bir anamızdır. Nə qədər fağır olmasa da, nə qədər dili fərqli də olsa, bu anadır da. Yəni bu dinc durmursa, hansısa bir sözü varsa, o demək deyil ki, övlad bunu çöl atmalıdır və yaxud da kimsə gəlib bunu nəsə deməlidir. yox, xahiş edirəm. Mən Elmir bəy üzr istəyirəm. Mənim fikrimin üzərindən gəlin. Mən üzr istəyirəm artıq dərəcədə. Mənim fikrimin üzərindən prim yığmayaq. Mən çölə atılmalıdır demədim. Mən dedim ki, ananın ola bilər ki, fikirlərində biraz öz fantaziyaları da var. Mənim Şişirtmə var. Bəli, biz jurnalistlik və biz hər halda 20 ildir bu işin içərisində təhrif eləməyin fikrimi. Yəni, ananın dediklərində biraz təhriflər var, şişirtmələr var, öz təxəyyülü var, üstə gəldə biraz da öz canında da var dedim. Mən demədim ananı çölə Canım atmaq qardaşım mənim, ekspertim mənim. Estağfurullah, buyurun. Nə mənim şişirtməm yoxdur. Deyirəm sana, Allaha and olsun ki, o mənim gəldi, məni öldürüb. Məni gecə saat öydülər, Bax, doğmalığım o mənə yoxdur. maraqlıdır Məni dedi Yəni, ki, o çıx boyda get, nəsildə məni çölə kökdə bir bayra yaxşı adam çıxardırdı olmadı mı ki, 16-dan sizin yerə. dediyinizi desin? Siz inanmırsınız, Anacan, mən demirəm, siz səhvsiz. Deyirəm, bax bu qədər qohum əqrabanın içərisində Hardadır sizin qohum sözünüzü əqraba? deyən, Deyir, hamısı tərəfinizi öyədir. saxlayan, Hamısı ögeydi deyir. Doğma Mənim yoxdur, Yəni, qardaşım. Sahib çıxmırsa, indi kənardan nə insanlıq da gözləyə bilər? ölmüyü baxı. Yəni, ən azından bir nəfər də olsa sizin yanınızda ola bilərdi də. İntiqam bəy, Yəni, doğma ya- övladı sahib çıxmayıb buna. Doğma övladı. Qızı Onda- dünən burada efirə yəqin ki, baxmamısınız. Bayaq dediyim məsələdir. Ya insanlıqdan çıxmaq halıdır bu. İnsanlıqdan çıxıb da. Mən də- İnsanlıqdan Yəni, bu çıxıb. məsələ. Ya da Vallahi ki, yox. Kənardan, məsələn, əmidən, bibidən nə gözləyə bilər ki? Biz gözlərdik ki, öz doğmaca qızı anasının qulluğunda olsun. Yəni, qızın Bəli. ilə danışığı. Onu Birinci sağaldın, göndərin növbədə bu tərəfə. övladlar olmalıdır ananın qulluğunda. Övladlar olmalıdır. Biz indi Rövşəni burada qınaya bilmərik ki, sən gəlib Rövşənin və ya bir, məsələn, bugün mənim hələ əkizlərə baxan mənim bacılarımdır. Mən durub bacılarıma nəsə deyə bilərəm. Nəsə deyə bilərəm, baxmasa, o mənə desə ki, mənim imkanım yoxdur, baxa bilmirəm. Mən bacılarımı qınaya bilərəm ki, siz niyə görə mənim uşağıma baxmadınız? Deyəcək, sənə borcum var, mənim öz ailəm var, mənim öz uşağım var, mənim öz həyatım var. Bu, Rövşənin də, bilmirəm kimdir, Şahin, tapa bilmədiniz. Bu Rövşənin də durub bu nənəyə baxmaq kimi bir öhdəliyi yoxdur. Yoxdur öhdəliyi. Buyurun, Elmir bəy nəsə deyirdi, bir dəqiqə sözünü Mən kəsdim. düşünürəm ki, hər halda xanım, siz qardaşınızın gəlməyini müsbət qiymətləndirməlisiniz. Lap getməyin ondan. Lap getməyin. Biz demirik ya ondan gedin, amma siz o dəqiqə onu çox dəyərsizləşdirdiniz onun gəlməyini. Bax bu biraz yaxşı Budur. görsənmədi. Başı keçəl yox, bu deyil. Bu deyil, bizdə elə olmur. Yox. İyi deyilsə, bə niyə gəlir? O qara paltar, Qasım şalvar, qara paltar geyinir.
Yo, deyil, o deyil. Göstər. Bu Rövşən bəyin öhdəliyi yoxdur da, dediyiniz kimidir. Onda yaxşı, bu qadın bura çıxandan sonra niyə O özünə deyil, deyirəm, ay bacı. Deyil, zorla bunu eləyəcəyik. Bu onun nətər qardaşı var, bu cavan adam. Arıq Bunu adamdır deyil, o adam. bizdə çıxan deyil məsələdir. bir nəfər olub. Yox, bu deyil. O arıqdır belə, saqqalsızdır. Deməli, bizdə el adam olmuyor. Vallahi nə? Bəlkə gəlib orada oturub, durub nəsə söz deyib, amma burada oturanların arasında o yox. Ola, nə edəcəm, oldu, olmadı. Yəni deyirəm sənə bəzən deyə. Sən mənə sabitlik yoxdur. mən ağsaqqal arvada ki deyirsən, biraz şişirtmə. Allah mənə dəysin. Məndə şişirtmə yox. Dedi ki, niyə gəlibsən bura? Mənim qardaşım sağ baxasıdır. Bir kəlmə sizə söz deyim. Bax, biraz öncə adını çəkdiyiniz adam bu verilişin qonaqları sırasında olmadı. Cəmi 5 dəqiqə Mən vallahi nə deyim? Dinləyin zəhmət olmasa. Yəni, bəzi şeylər yaşla əlaqəli ola bilər də. Çox kanallarda olur. Olub, başqa Yəni, kanalda ola olur. bilər. Bizdə olmuyor. yəni, Bizə dedim, bax, mən bizdəki dediyinizi- Rövşəni göstərdim, bizdə elə Rövşən olmuyor. Biri yəni buradan bura artıq yanlış çıxdı. Yəni, ona görə də mən biraz ehtiyatla danışmağın Dəqiqinə getsə, dəqiq iminli Neyin, burada. indi ona biraz saç tad qoyaq O oturub, Rövşənlidir. Bu da deyil. Yox. Hə, Sənə qurban. Rövşənli. Hə, bir də ona da bax. Bəlkə də, amma mən... Bizdə yox, onu yoxdur axı burada. Mən bildim sən kim deyirsən. Yoxdur axı. İşte, alimlər deyirsin, nə deyir? Orada fəlsəfə həkim. Bir də hansısa bir verilişdə olub, Xoşqədəm xanım verilişində olmuyor. Yox, Xoşqədəm xanımda olub, baxmışam da. İntihası nə biləm, 2 il olub. 3 il olub. Hər nəysə, deməli, Əli Osman bəy, bir dəqiqə xanım. Əli Osman bəy xanımı götürdü, apardı, müayinələrdən keçirtdi və sonra da mənə zəng elədi ki, Xoşqədəm xanım, mənim ata-anam bu xanımı evimə götürməyə narazıdırlar. Əli Osman bəy. Dünənlər Əli Osman bəy burada dedi. Əli Osman bəy mənim kimi bir çox ata-anasına hörmət eləyən, ata-ana sözü eşidən bir insandır. Hətta dünənləri... Evində də ata-anası ilə bir yerdə qalır. Böyüklər var, Könül xanım. Bu, Əli Osman bəy böyük ürəklə onu götürüb. Böyük ürəklə götürüb, amma sonra mənə yığdı ki, Xoşqədəm xanım, mən nənəni, mənim valideynlərim, ata-anam o xanımı evə gətirməyimə etiraz edir. Necə? Mikrofon. Nə deyə bilərəm? Nə deyə bilərəm? Heç nə deyə bilməm. Dünən amma o Sabirabaddan gələni yola saldın. Dedim ki, ay ana, mənim yenə də rəhmətliyin sözünü deyəcəm. Deyirdi ki, bu Əli Osman bəyə aid deyil. Deyirdi ki, qızım, dostun kasıb olsun. Təhnəsindəki quru çörək var, ha. O quru çörəyi balasına yox, sənə verəcəksən acı olanda. Çox, indi düzdür, ətrafımızda varlı insanlar da var. Söhbət bunun hamısına aid deyil. Amma deyir, bir varlı deyəcək cibində nəyi var onu da alıb. Bu hamıya aid deyil. Hə, yadı da qoy. Yəni, dünən gəlmişdi axı. 39 yaşında anasını itirən bir oğul durub, 3 otağından birini bu xanıma vermək üçün gəlmişdi. Nə bilirik ki, o da nə qədər... Xeyr, onu elə belə sən inanırsan, mən aparam qoyam onun qapısına. Yox, təbii ki, araşdıracaqdıq. Amma elə ilkindən mən zəng elib oğlanı soruşdum. Dedilər ki, Xoşqədəm xanım, çox zəhmətkeş bir oğlan. Çox əzabkeş bir oğlan. 15 yaş üzündən də, əlindən də... O eləmi? Bəli. Məncə bu qadının öz doğmaları ilə dil tapmağına yardım eləməyimiz Bax, onu qəbul eləmədim, mənim gözəl anam. Mənim görsəni bey, ona görə. Bax, baxın, anacan, birisiz nətərdir? O oğlan sizin gözünüzdə biraz imkansız, kasıb görünüb. Amma bəlkə də onda olan ürək heç bəlkə çox nadir adamlar da var. Bu xanımı da istəmədi. Bu xanımı da. Bu xanım da Bakıda. Dedi ki, öz yanımda saxlayıram. Xanımın ona baxmağa biraz sualdır, açığı. İndi mən öz fikrimi deyim. Yəni, belə xanım onu istəyə bilər ki, evi zadı yığışdırmazda da kömək eləməyə. Amma
o oğlanın məsələsinə daha çox, nə gülürsünüz? Yəni o ağlım kəsən budur da yəni. Yo. Düşündüyümü deyirəm. Yəni oğlanla bağlı məsələ daha çox belə mənim ağlıma baxır. Yəni anacan, mənim gözəl anam. Bilirsiniz nətərdir? Deyirlər, kasıb mərd olur. Mən inanıram ki, əgər bu seçimlərin içərisində o oğlan daha Bəs mən onu ağlabatan dünən seçimdir. dedim ki, anacan, mən sənin yerine olsaydım. Bəli. Oğlanın adı Sehran idi, Sabirabaddan gəlmişdi. Kür çayının qırağı qəşəllə yaxın Mən yerdir. onu seçərdim. Mənim gözəl anam. Öz doğmalarından Pendir alınmırsa çörəyi ha yəni. heç vaxt unutma. Pendir çörəyi hər zaman var. Bal, yağ hər dəqiqə olmur. Doğmalarınızla Məni alınsa eşit. daha yaxşı olar. Qısa bir aradan sonra davam edəcək. Ha, nəsə deyir, dayan. Buyurun mənim əziz balay atam. Buyurun, eşidirəm. Sağ ol ki, bilirsən. And olsun Allah'a, mənim imkanım olsa onu bir aparıb bazı kimi ürəyimi başında saxlayaram. Mikrofonu yaxın tutun. Əgər mənlə gedərsə, Bir dəqiqə. mənlə gedərsə, mən yaşadığım yerin böyründə boş otaq var. Bəli. Mənlə yanaşıdır belə. Aha. Gözüm kimi onu bazı kimi saxlayaram. Addellə yaşayacaq ayrı otaqdır. Məndən qapı birdir. Aha. Boşdur. Bütün şəraitdə var. Aha. Mən orada kvartirant qalıram. Ayrı otaqda. Əgər mənlə getmək məqsədi olarsa... Nənənin cavabını reklamlardan sonra, qısa bir aradan sonra balay kişi deyir ki, mən onu özümlə aparıram, mənim yanımda. Ha, qısa bir ara.